Kanadada yaşamağın ən sevdiyim tərəflərindən biri də budur ki, burada dünyanın hər yerindən gələn insanlar, müxtəlif dilli, müxtəlif mədəniyyətli, müxtəlif xalqlar bir yerdə mehriban yaşayır. Elə Azərbaycanda olduğu kimi müxtəlif xalqların bir arada mehriban yaşaması kimi. Bayramın bayrama qarışdığı bu gündə qonaqlarımız Krım və Noqay türkləri idilər. Fərqli ölkələrdə, fərqli coğrafiyalarda yaşasaq da bir süfrə ətrafında oturanda başa düşürsən ki, əslində heç də fərqli deyilik. Bu arada bu qonşularımın ən sevdiyi doğanı onlar üçün bişirdim, həm də turşulu ördəyi. Onlarla o qədər oxşar tərəflərimiz var. Mətbəximiz, qonaqpərvərliyimiz, böyüyə hörmətimiz, süfrə ətrafında toplaşmaq sevgimiz də sanki eynidir. Bir ağacın budaqları kimi fərqli istiqamətlərdə olsaq da eyni köklərə bağlıyıq. Bu arada paxlavamızı çox bəyəndiklərinə görə bunu elə Ayşə xanım özü bişirib. Elə biz də öz köklərimizə qayıdıb bugün çay süfrəsini elə yerdən saldıq. Uşaqlığımızdan, xatirələrimizdən danışanda gördük ki, elə onlar da eynidir. Min illər boyunca müxtəlif torpaqlara yayılsaq da, içimizdəki eyni ruhu, eyni mədəniyyəti, eyni xatirələri daşıyırıq. Onda qeyd edeyim ki, aydınlanmaq istəyirsənsə, köklərinə qayıtmalısan. Yaşasın insanlıq, səmimiyyət və min illərin yaddaşını daşıyan köklərimiz. Kökünü itirən ağac quruyar. Bəs sən köklərini araşdırırsanmı? Onları necə qoruyursan?